Bugün gəlmişəm dostlar, bu rul məsələsini həll eləməyə, bu məni yorur. Əmi tanımadım mən. Tanıdım, ne tanımadım? Sən mən köhnə klientimsən. Salam aleyküm. İsmail, bunu hardan tapmısan? Əmi qəlbimə dəymə, köhnə yox, qara Mercedes. Necəsən? Çox sağ olun. Bunun rulun peridelka eləmək lazımdır. Taxta mənim əlim tərləyir, tuta bilmirəm. Əslində fikrim vardı, maşının çölün qutarım salına sonra keçim. Amma bu rul bir şey ki, bütün gün əlimdədir türkülməsə. Ona görə mən indiyə kimi sənə nə qədər rul tikdirmişəm, o sadə kojasını çıxarmışıq. Bu amma konkret peridelka işidir də. Bəli. Bunun deməli, bu diş qoruyucu deyirəm mən buna. Bunu sökəndə rul olur və bu formada. Bu özü də yaman gündədir. Görürsən, kojası gedir. Bunun özündə kojadan peridelka eləmək lazımdır. Eləmək olar. Olar, olmaz. Bütün selini bir dənə kojadan istəyirəm, kəsiksiz, zadsız. Bir dənə amma ortada qırmızı prisel istəyirəm olsun. O da eləyərik. Sportivni variant. Eləyərik. Necə fikirdir? Qəşəng fikirdir. Dişinə qırmızı eləyərik, ona uyğun olsun. Qəşəng. Kombin eləmək. Qəşəng. Hər başda bir ağıl var. Heç nəmi. Burada sənin bunu sökməyə də ehtiyacın olmayacaq. Ya Allah. Çox sağ ol. Bunun lakı çıxardır o şeyi, vırdığımız kli, otursun bunun üstünə. Yaxşı otursun, hə? Yaxşı otursun, sürtmə prosesidir də. O köhnə 05-lərin rulu olurdu, şlank kimi gedib gəlirdi, elə olmasın. Yox, bunda elə şey olmaz. Mümkündür. Bunda mümkündür. Onların içərisi rezinidir, o olsun oynayır. Mən məhliyə gələndən sənin burada qarajın var, rul tikirsən, otura bilir. 20 il var, heç olmasa. Var, sənətdə cizm oldu. Maşallah. Maşallah görün olsun. Nətər oldu? Belə bir gün səhər yuxudan durdun, dedim mən güclü rul ustası, sənətkar olur. Ya nəsə kimsə var idi qohumda zadda. Yox, mənim tanışım vardı, Bahadur Ustandı. Aha. Sənətə gəlməyimin səbəbi odur. Allah tasını rəhmət eləsin. Amin. Sənətə gəlməyimin səbəbi olub. Mən ustam bilir ki, yəni bizim işimiz elədir ki, çox incə işdir, həddindən artıq səbir tələb eləyir. Mən deyirəm ki, hər maşın çıxanda, yeni nəsil maşın çıxanda keyfiyyətindən biraz ekonom eləyirlər, keyfiyyət biraz material zəif olur. Sən sırf rulla məşğulsan, rul elə həmin ruldur da, 100 il əvvəlki ruldur, ya orada da nəsə dəyişikliyi var? Dəyişikliyi var. İndi əvvəlki rullar rezinli, gələn rullar hamısı masalkadandır, probkadandır. Şampan probkası materialından rul buraxırlar. Şampan probkası materialından rul buraxırlar. Üzün çəkirlər koja, altın buraxırlar probka. Getdikcə keyfiyyət edir də. Mənim maraqlı 20 ildən sonra nədən düzəldəcəklər? İşlənmiş salfetkaları perrabotka eləyib yardım basacaqlar rula. Elədir. Atxod materiallardan. Geri dönüşümdə. Mən qaqa Mercedesdən bərk tutum. Maşın get-gedə Keyfiyyət itir, köhnə maşının keyfiyyəti yüksəkdir. İndiki maşınlar bir 20 ildən sonra baxsın, həmin sirkə çıxacaq. Sirkə çıxacaq. İndiki maşınlar hamısı belə plasmasdandır. Geri dönüşüm plasmaslardan demək ki, hazırlanmış. Əli vursan maşına, maşın keyfiyyəti yoxdur. Amma o vaxtki məsələn Mercedes, indiki məsələn Mercedeslər də təzə model Mercedes də keyfiyyəti yoxdur. Gəlir bir ildən sonra, illərdən sonra salon kojası, rul kojası hamısı sıradan çıxır. Bunun avalların təkrar eləyəcək. Təkrar nətər var, öz olduğu kimi həmən bu avallar çıxacaq o həmən rezin. Bunun kruqom hamısı tikilişlər gedəcək. Burada qırmızı kant olacaq, splaşın üstü rezin olacaq. Amma o nədir, onu niyə çəkir? Bu başlanğıc nöqtəsidir. Kruqom buradan başlayacaq, gələcək burada qutaracaq. Həmən rezin buradan sonra burada gələcək 2 dənə kantımız oturacaq. Sənin əlinə baxıb sənəti öyrənə bilərəm. Polunu. Ya deyir, baxıb öyrənmək olsaydı pişikdən yaxşı qəssab olardı. Bu nədir? Natural kantar. Natural nalkantardan rul tiksəm qara rəngində. Nətər olar, maraqlı olar? Maraqlı olar, pis olmaz. Dözümlülüyü necədir rulda? Dözümlülüyü rulda elədir ki, məsələn, pasiyanı işlənən tərəfi tutmursan da, məsələn, kojla kombinli bilir ki, məsələn, natural kantara buraxılır böyrərinə, üstədən buraxılır, məsələn, koja, altta buraxılır koja ki, məsələn, pasiyanı tutduğun yer kojla olur, əl kantar tez çiklənir deyə, bundan məsələn, az istifadə olunur da. Məsələn, kojla saxladığın yerdə, məsələn, pasiyanı, məsələn, 5 il, 6 il, bununla rahat. Uzun ömürlü option budur da. Uzun ömürlüsü koja, bəli.
Var zamitillər, məsələn, bunlar hamısı kojalardır. Natural kojalardır. Məsələn, var zamitil də var. Məsələn, zamitil rul üçün dözümlüdür. Dözümlü olan kojalardır. Nappa yaxşıdır rul. Nappa, biz vırdığımız olacaq nappa. Bunlar hamısı Dakotalardır. Məsələn, Dakota rul üçün də, məsələn, hiss edirsən, əlbəttə şlanq saxlamısan. Amma nappa elə ki, insan əlinə uyğundur da. Buna mən oturacaqlar alacağım da. Onun da həmin rulun materialından qırmızı sən dedin də prosroskina. Stroskina. Olacaq Bakıda bir dənə bizdə olacaq elə 190. Nömrə 1 bizdə olacaq. Nə rəng istəsən, qırmızılar məsələn, hansı seçki istəsən, qatıb məsələn kombinini yığa bilərəm. Məndə indi o presel nədən olacaq? Hansı material? Bizdə olacaq presel həmin bu qırmızı materialdan. Bundan buraxacaq üstünə. Qısaq formada daha dəqiq maraqlı görsənəcək. Tündü də var bu, prosta biz açıq buraxacaq ki, açıq daha cəlb olunur. Buna bu deşiyə bu perforirованlı deyirlər. Bu da rula dözümlü olmaz. Yox, bu da rula dözümlüdür. Ən yaxşı nappadır bu. Ən yaxşı nappadır. Bunun deşiklər var. Məsələn, var üzünü toska izləri, bu var tramvay deşiyidir bu. Hava sirkulyasiya əsasında. Amma uzun ömürlülüyü də uzun ömürlülüyü yoxdur. Uzun ömürlülüyü düz sadə. Qara sadə, qırmızı kant. Qırmızı kantla, qırmızı tikilişlərlə. Retro. Retro, maraqlı. Əmsən, mən kanalıma abunə olmuşam. Kanala olmuşam abunə, bəyənmişəm. Belə xoşuma gəlib bəyənmişsən, yoxsa xala xətrun qalmasın? Yox, xoşuma gəlib, maraqlı gəlib, bəyənmişəm. Öz işimə aiddir hamısı, bəyənmişəm. Dostlar, siz də bəyənməyə, abunə olmağı unutmayın. Dərdə keyfiyyətə bax, 35 ildən sonra hələ salamatdır demək olar. Nəsimin dərsi belə soymayıblar. Всё. Temadasan da maraqlı bir şey olub indiyə kimi, ekstrem olub. Bir çenikim var idi. Rul açanda həmişə gəlirdi yanmadı yəni. Kimsə usta ver açsın. Rulu hazır elədim, tutardım. O zaman ay usta ver aparım balı dedim ki, yaxşı, indi bu xətrini qırmamaq üçün. Rulu verdim buna, bağladı. O zaman hazır usta, klient sağı gəlsin. Mən də klienti dedim, usta yoxlam, dedim, yoxlamısan, dedi ki, hə, yoxlamışam. Ben buna inandım da. Şimdi yarım saat keçməmişdi, maşın yiyəsi gidib zapravkaya, ruldan tutanda, rul qalıb əlində. Rulun orta boltunu bağlamayıb. Deyirəm, bizim niyə belə inamsızlar. O trasdan çıxıb qalsaydı, indi gedmişdi. Hə, indi gedmişdi. Yaxşı zapravkanın içərisində olub ki, rul əlində qalıb. Köhnə maşına gətirirlər ki, məsələn, bu restavrasiya eləmək. Hə, bu önce mənə vurursan. Yox, sənə vurmuram. Məsələn, köhnə məsələn maşına yığmış o, dəfələrcə məsələn. Köhnə məsələn o zaplardan da yığmış o, 21 yığmış o. Pelidelka işi biraz çətin. Pelidelka işi çətin olur, həm də ki vaxt aparır. Gündən bir günü klient gəlib ki, o üçün mənə qardaş rul tikinən. Biz də ki rulu öz zavaskol olduğu kimi tikirik də. Həmən proseslər ki bir gün çəkir də. Məsələn bu elədir ki, məsələn rul Hədə mənim bütün rullarım tikən kimidir. Məsələn 7 saat, 8 saat bu ərəfə qədər bu işin prosesi gedir. O üçün maşın qoyub, üstünə bir saat keçməyə ki, bəs gəlib ki, qardaş, maşının nə oldu, qutardı onu, deyirəm ki, qardaş, hələ rul sökmüşəm. Bu elə qutarmana vardı 6-7 saat. Dedim, onda yaxşı, belə inanmırsansa, qardaş, otur gözlə, bizim də yanımıza oturması soğuqda, məsələn, Kristofada oturacaq. Şimdi oturdu həmən ərəfə 6 saat, 7 saat çəkdi, deyir ki, qardaş, bu nə zülüm çəkirsən sən bir də rullar üstündə. Deyirəm ki, elətdə, baxanda hasan görsənir, amma məsələn, işin gelişək prosesi var. Məsələn, krem quruma ərəfəsi, toxunması, eləməsi, hamısı vaxt aparan şeylərdir. Kərbəlayi, bu bizdə sir qoymadı. Sən indi bütün sənət sirləri öyrəndik. Öyrənmək belə şey, qardaş, deyir, öyrənməsən o qədər sən. Bu səliqə əsas o əldir də, qardaş. Məsələn, bu ver hami kəssin. Bunun kəsim qaydası var axı. Şah İsmail demişkəndir, qılınc həmən qılıncdır, prosta qol həmən qoldur. Əmi bir dəqiqə əl saxla. Bəlkə bu qırmızı ilə eləməyək.
Pryamoy qarı eləyək də, retro stildə. Nətər fikirdir? Vallahi belə pis fikir deyirsən, qardaş, əkizlər bircə deyirsən. Yox, naturalni buğa. Ona görə qırmızıdan qaçırsan da. Qardaş 4 saatın içində da beynindən milyon dənə ideya gəlir, gedir. Bu şimdi bildiyim bütöy qarada, bir dənə burada tikişlə. Nətərdir? Olar. Öpürəm sən. Budur, baldır. Budur, valnat bax. Gözəl. Ümumiyyətlə neçə cür tikiş növü var? Bunun X-dir, nə bilim. 3 cürə, 4 cürə, məsələn var yol üstü, var məsələn ipə üst, bəvüz, var bu Mercedesin tikilişi. Bu Mercedesin öz Bu tikilişi. Mercedesin öz tikilişidir, birə-bir öz tikilişidir. Qardaş, yolumuz dediyimiz kimi hazır, nəticə yekun. Buyurun. Allah köməyin olsun əmi. Əməliyyat 9 saat sürdü dostlar. Sükanı görürsünüz. Əgər işimizi bəyənirsinizsə bəyənməyi, abunə olmağı unutmayın ki, arxası gəlsin. Ağaç deyirəm, bəlkə bu yuxarıdakı xətt biraz artıq oldu, elə bil. Necə bilirsən?